Son vaxtlar yaman tez küsən və həssas olmusan Ömrə. Bundan sonra heç nə danışmayacağım ki, anlaşılmazlıq olmasın. Olmazdı ki, müslüm möminlərin fətva sahibi olan şeyxlərin birinin evinə gedəydi. Başqa möminlər yox idi ki, sən onu qonaq qəbul eləmə iddia eləmsən. Xanım əmr eləsə elə bu saat gedib müslümdən üzr istəyərəm. Ailə üzvlərim narazıdırsa mənə düşməz. Qiyamət günü Əliyə özün cavab verərsən. Muxtar, sənin müşkülün ondadır ki, qaynatan Küfənin hakimidir. Elə bilirsən, Ömər Səid kimi tamahkarlar, gözlərini vəzifəyə, taxtaca dikənlər boş bekar oturacaqlar? Xeyr, onlar səndən Küfə hakiminin qohumluğunu şeytanın bayraq eləyəcəklər. Numan gedib Ömər Səid gəlsə yaxşıdır, yoxsa Numan qalıb möminlərlə mücür rəftar eləsə yaxşıdır? Ömrə, Küfədə şiyənin müşkülü ondadır ki, iş biləni, siyasətçisi yoxdur. Bu cəmaat o qədər sadəlövdür ki, təkcə göz yaşı töküb dua eləməyi bacarır. Müslüm mənim evimdən başqa bir evə getsəydi, amanda olmazdı. Ümmü Sabitdən nə xəbər? Eşitmişəm, evi möminlərin hökumət sarayına çevrilib. Ümmü Sabit də adamdır və öz ağlı var. O, Muxtarın hansı Leylinin məcnunu olduğunu yaxşı bilir. Qapıya deyirsən ki, divar eşitsin? Ömrə divar deyil, xanım. Muxtarın səfər yoldaşıdır. Əliyə olan eşqdir ki, Muxtarın taliyinə Ömrəni qismət elədi. Özünlə müğayət ol, Muxtar.